Assalamu alaykum hammaga. Biz navbatdagi ko'mir otopni ishimizni bitirib yakunladik. Xudo xolasa biza Qoraqalpog'iston Respublikasi Ellikqal'a tumani Qirqizobod degan joydamiz. Oqoltin mahallasi, Obod qishloq ko'chasi 49-uyda Jumanazar og'ani uyindamiz. Xudo xolasa katollarimiz ham deshon o'rnatdik. Datchiklarimiz 65 gradusni ko'rsatib turibdi do'stlar. Sizlere inşallah gösterip tanıştırıp o'tamiz. Bu yan hamma narsani o'zlarimiz bilan keldik. Patkul chatib, yoqib, qizdirib, tekshirib topshirdik do'stlar. Uyimiz 3 gün, почти 4 kunda bitti. Bunga bitta bitirdik. İspaniyalar bilan 4 kunda hesaplayveramiz xudo xolasa. Bu uyimize 157 shtuk dur alüminyum batareyalarımız gitti. 32 turbo 36 metr. 25 turbo 57 metr, 20'lik turbamız 25 metr, 150'lik samovarımız 2 metr gitti, 114'lik 5 metr, 4 kitaplı katolumuz koyuldu. Kalan midəçüyle kranik hem nərsələrini özlərimizlə gəlib, bitirib, yaxıb, tekşirib, tapşırdıq dostlar. Uyumuz opşi 10 batareya oldu, 13 toçya oldu, katol nasos samovarları bilen. Bu yine birinci batareyamız dostlar. İşte devalın arkasında katolumuz durdu. Kraniklerinden yarım ilib, Ligrokka yatıb qoyubuz. Birini yarım ilsək, şunda axırla bilen bir təkiz olub aylanadı dostlar. Graduslarımız 59 gradus görsüb durdu. Və birinci bateriyamız. Bellərimizdən ayaqdayını xalaqt bəlini dönətib konteylə düşürüb ötürüverdik. Kafellərimizdən özünün əzmində döşə hərəkət edib nasozdan, vakum banisinin nasozdan ataplarını dolduruşdan üləb taxlab yüverdik. İlacı var ki, şöyle yaxşıraq kranik qoysazlar. Ertəyin günü mabada kranik bızılğan təqdirdə atapinliyə su etiketib, baq doluq getib, üçəkdə axışına səbəbçi olasın üçün qımat olsadan ilacı var ki, şöyle yaxşıraq kranik qoyuşları tövsiyə etəmiz dostlar. Birimiz kalidoru. Palacılarımızdan 32 voldan meri araya varınca bakımızdan müşürdən çıxarıb yüverdik. Kollarımız 2 metre 1,5 santimetre uklum verildi dostlar. Bir yere opşi ünegesi 2 kere koyup bəyədə verdi. Lakin bək tamırından bağ, rək tamırından bağ batarya üçün bir yere koyup koya verdik. 20 ştuk etip. Bu ikinci bataryamız dostlar. Neon tanışıqları həmmə yeri 4-5 santimetre oldu. Bəximiz zaldayken 7'ye 4, birimize 17 ştuk koyuldu. Səbəb ucu birinci toçya, abrotgelerimizden ötken, şunun üçün koyuldu. Eğer uzaqraqda olanda 20 ştuk koyar edik. Katolyaxam şaqdan çıxıb gitti dostlar. Birini kraniklərəm yarım ilib koyubuz. Graduslarımız 60 gradus göz tuttu. Bəximiz pomni işxananın arkasına boyunca 32'lik turbadan tartıldı. Bu üçüncü batareyamızdır. Yanımızdan spannisi 6'a 3,5 metre yer. Birimiz pomni 25 turbadan oldu. Pataça vratkasının arasında bir batareya var. Birimize 15 ştuk koyuldu dostlar. Birimiz 62 gradus tutturdu. Dostlar bu uyumuza şunun dur alüminyum bataryalarımız koyuldu. 580 de baytladı. Görünüşü Akfa Avangard batarya bilen bir xil. Heç ikisini ajratılmışlar. Lakin tələb baxaraq biometal bataryalarımızdan bax panelini radiatorlarımızdan bax xalqşa qarab, istəyə qarab açsaq qoyub bərərəmiz. Lakin əsası xadavı yürüb durmanın işi. Alüminyum batarya qoyamız köpüncə səbəb samotor sistemağa maslaşqan boladı. İçinin döşükləri ullu boladı. Biometaldakı için döşükləri kiçiklə boladı. Lakin o an qızıb balyana verədi. Panelimizi döşükləri kiçiklə boladı. 15 rezva boladı. Nasos sistema bolsa bu batareyadan qızdıradığım batarya yox içeride. Zor qızdıradı. Lakin samotor sistemağa maslaşmağın için döşükləri kiçiklə hem samotor sistemağa koyulsa yarım qızıb, yarımından düşüncə soğuk qaladı. Nasos sistemi olsa zor. Bizim işimiz əsası samotor sistemi vandakin
İlacı varınca elimin batareya koyuşa hərəkət edərimiz dostlar. Bu 4-cü bateriyamız. Berimizdən kompensator edib, eşikdəyini halaxt berimizə oynatıb, düşürüb çıxarıb gəldik. Bəyanında ayvanında 2 bateriyamız var. Qarşılan göğüslü ödəmiz. Bəyanımızda ayvanı var ikən 8'e 4 metr yer berimizə 15'dən 2 yerə qoyub bərdik dostlar. Birimizi palacabrat kesen yeri 25'lik boldu. Birimiz 59, başlığı 60 gradus köşk tuttu. Birimiz 59 gradus. Beşinci, 6. bataryamızdır bu. Bataryalarımızı yerik planda görünüşü dostlar. Beyanımız spawn ise 6'a 3 metre ekan, lekin katyoldan uzaq bo'lganlıq hesabına, axırı toçkiyə bo'lganda hem Gəlincay vanındaki yaş bala var ekan, şunu inabətə alıb özü 17-18 qoysaq ham bo'lar edi, lekin 20'lik koyup yuvarardık. Uzunluğu baxın garajı var, baxı açıq divar. Quru bateriya durubdu. Şunun üçün 25'lik koyuldu dostlar. Və amcam 25'lik oldu. Divarlar sıtları, aboylan döşülüşü. Heç yerə əldə işini hərəkət olmadı. Bu xanamızam 2 yerini suarka etdik. Güləş üçün oldu. Rezvoyunu turbalan bükərimiz hesabına işini xərəkət olmadı dostlar. Bu 7-ci bataryamızdır. Birimiz 58 gradus göz tuttu. Kendi dostlar köpçelik samotyok sistemi bilen nasos sistemanın farkına barındırdım. Samotyok sistemi dostlar özünə bağlana toksuz nasossuz aylanadır. Şunun üçün təpədən su gəlib bataryaya düşüb avratkaya düşüncə su soğuydu məlum miqdarda. Məsələn 70 gradusdursa avratkaya 30 gradus var, katyola barınca 25-30 gradusla boladı. Həm yeri bir xil qızmır köpçelik bateriyanın uşuydu avratyan, uşuydu qaraza hər xil temperatura, hava var, yerə bilirsə, heç yerdə bir xil qızmır. Nasos sistemi olmasa, birinci toçkiyə ahıra toçkiyə gəp olmaydı onda. Həm bir təkiz aylandı. Şunun üçün şöylərdən etibar bərişləri sorub qalamız. Həm desə kömür ata bilmək üçün ən addi sadda liboy adam işlətib bilədiğin variantı şu. Svet öçük qaldı dəmirsiz, ot köpük getdi, başqa nəsə dəymir. Kömür salasız, qızadı, kömür yoxaladı, toxtuydu. Çünki əsası dəmir sistemada, samotyok sistemada ötürəmiz. Lekin tələbə xarab Adnatur plastik sistemi etib belə öyrənimiz, kollektorlarla qoyub töblü planşılman gələnlərlə tartıb belə öyrənimiz. Lekin bu nasos sistemi buladı. Ona akkumulyator UPS qoyuladı, şu xərəcətlərdən qaçılmasa bu variantdan işli verədi. Köpçilik anşı UPS akkumulyatorunu qoymaydı, svet öçədi, katyol ucu kömür köp içində yanıb yatadı. Gradus köpək gedib, plastik üləngə və Amerikan gələcəklərini yarıb daşıdı ki, adamlarda plastikdən tarsa bulmaydıkən, adına turp olsa bulmaydıkən, degen o fikir peyda boladı. UPS akkumulyator qoyulsa, bu sistemağam zor işli verədi. Çünki bu sistemada ötürgəndən keyin ilacı varınca anşı UPS akkumulyatorların qoyuşlarınızı təvsiyə edəmiz dostlar. Bir yerimizdən span desəkən 4,5'a 4, 1'e 15 ştuk koyup verdik dostlar. Benden gelişte ahırı toçkiyə padacında. Graduslarımız 61 gradus, 60 gradus görüş tuttu. Divanımızda açılıkları, aboyların döşülüşü. İlacı varınca bataryadan hem
2-3 santimetr açıq hərəkət edəmiz üçün nəsə devala yapışıq qasa devalın özü soğuqraq buladı, çiçək istiqlıqla soğudub ötürədəm açıqraq dursa, arı bəri yayğanda arkasından hava aylanıb dursa, həm yerə bir təkiz istiqlıq tarxalad dostlar. Çünki ilacı boyunca devaldan səl açıqraq qoyarasılar, yetəkmini aboyu remont etkəndən akuratlı olub görünüb dura verədi. Bu 8-ci bateriyamızdır dostlar. Kempiyanımız bayıqa çıxış tamırı, işi bateriya sel uzaqraq bolu, işi bateriya lişni boluyorsa, obiyum uzaq boğalığı üçün, lakin koyup bərənglə də düğünə gəlsə, şunun üçün koyup verdik. Bu bateriyamızın abratkəsi katyolumuzdan 24 metr uzaqlıqda, şuradan katyol 20 metr uzaqlıqda durdu dostlar. Birimizdə zazorları kəməkən, şunun üçün bükmin atot koyup ötürüb verdik. Yerimizə 57 gradus göstərib durdu. Uzaq boğallığın hesabına. Bu 9-cu bateriyamızdır. Bu yine birəm spandisi, birəm gəlincə buladəkən həm uzaqlıq ucu bəyək devalım açıq, bəyəximiz bağıyaq. Arkasında deval başqa nərsə yox. Yerimizə 20 ştuk koyuldu. Altığa 3,5 metr yer. Yerimizə 59-60 gradus göstərdi dostlar. Bu axırı 10-cu bateriyamızdır. Badacımızı bəyəkdən gəldik. Bəyəximiz ya koridoru. Büyümüzə opşi, həmməsi, qolaqqısı, radiator, katyolları, ponni bittisi 35.421.000 son pul oldu. Həmməsi dostlar. Gəlib ölçəyində $100 avansa verdik. Bunu hesab kitabdan qayıtıb taxlaq verdik. Bu büyümüzə kətdə boğallıq üçün berimizə 4 kitablı katyolumuzu koyup taxlaq verdik. İçində 14 tane 22 rasiski turbası var. İçində 25-30 kilo kömür sığadı. Sutkəsinə kömürənə qarab, bağoda qarab 30 kilona 60 kiloca kömür rasxod edədi dostlar. Nasozlarımıza monlatdıq. Samotok sistemi işletiş üçün Krandik Nero firmasının yaşlı nasozlarına işlətib koyup verdik. Katyolumuza məraklılar mexir verib pişəyən yerlərimizə kraski vurup taxlab verdik dostlar. Ventilatorda açıqlarımız həmməsi onlatıldı. Katyolumuzu həm yeri bəklə tutdu. Halastoy özünü bağlanan şünnətib yanıb dura verədi. YouTube kanalımız logotipi bemalar qızışdırıb görüşləriniz mümkün. Qrasların içalların yeri gölgələrinizin 59-63 gradus ətrafı bubdur vədi. Enat daçıncam 65 gradus göstərdi. Həm yerimiz başlayıb bir xil qızıb durubdu. Yerimiz samar etdik. Horizontal turbanın üstünə 150'lik turba gezdik. Arasında 2 metr zazorda su aylanalı bu. Katyolun qızdırışına yenən güç verədi. Katyol qızdırıb samarı ötərət. Samar unam qızdırıb atapinəyin qızışına yardım verədi dostlar. Əgər bunu özünü gücünü hesaplasanızla 2-3 bateriyanı ponni qızdırıb taxlab verədi. Morlarımızdan 150 gəzib siləngi izib şipirlərimizdən özünü rəzmində döşə hərəkət etdik. Həm verib bir xil olub taxlanıb durdu. Nəsə görüb gücət var arasında like'larını basıb, kommentarlarını yazıb, kanalımız rivacı üçün abunə olub qoyunla dostlar. Bizən növbətdəki işimizdən xuda qalasa Qırqızabatını özündə buladı. Yengi ilaca 2 cavab qopmuş, şulanı şöhrdə bitirəmiz xuda qalasa. Xizmətlərimiz Qarakol Bastan Respublikası, Ellikqala Tumanı, Biruni, Törtgöl tümənlərində xizmət göstərimiz. Xaricin vilayətində Xazaras, Kərvə keçə varamız dostlar. Kimə şimdi katyollar, radiatorlar gerek olsa ekranda nömerlərini qaldıramız. Bemal əlaqə açıq əvrəslə yetkəzib bəriş xizmətlərimizdən bax. Katyol təllənədir, turbalan stenkələri, radiatorların təllənədir. Eşkinizi əllərə düşürüb 1 yıl garantiyasını verib taxlab verib gidəmiz. İşimizə 1 yıl garantiya, şu 1 yılın içində kəmisi olsa
görüb taxlab verəmiz 3-4 gün rasiyası bilən. İçindəcə bir önlüyündə işlət duramız. Suyunu bitirgəndən keyin barıb görüb düzəltib verəmiz. Siz sağ olun, salamat olun. Rəhmət etibar üçün.